Böyük qayıdışın növbəti ünvanları Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndləri oldu. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 39 ailə, 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə, 68 nəfər qayıtdı. Köç karvanları Qubu Park 3 yaşayış kompleksindən yola salındı. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Onlar didərgin düşdükləri öz doğma torpaqlarına geri qayıdırlar. Hədsiz gözəl, təsəvvür eləyə bilməz. Bəziləri, çoxları, yəni ora qayıtmaq bizə nə qədər sevinçlidir, gözəldir. Şükür bugünküyünə, həmişə şükür edirik. Ağdam alınan, Qarabağımız alınandan bəri. Hər gün şükürlər edirik. Ağdam rayonunun Sarıcalı kəndinə köç edirik bu günlərim. İnşallah hamı gəlir. Bütün Sarıcalılar ora köç edir. Yaxın günlərdə yəqin hamıya qismət olacaq, gələcək. Həqiqətən sözün əsnəməsinə çox gözəl hissdir. Bu sevinci yaşamaq bizim üçün ailəliklə, xalqımızla həqiqətən də sözün əsnəməsinə gözəldir. Əlbəttə ki, bizim orada, mən oradan tərk edəndə kəndimizi 20 yaşım vardı. Artıq ondan 33 il keçir. Yarımçıq hisslərimiz çoxdur. Orada ailəliklə birlikdə, övladlarımla birlikdə, indən sonra yaşayan ömrümüzü ancaq qrup yaratmaqla məşğul olacaq. Köçürülən ailələr torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Demək, 25 yaşında oradan çıxdığımda, 92-də, 2 uşaqla. Həyəcanlıyım. Öz elimi Obama gedirəm. Təşəkkür edirəm prezidentimizə, qazilərə can sağlığı, şəhidlərə Allah rəhmət eləsin, analarının qabağında baş əyirəm. Prezidentimizə var olsun. Allah onu bizim üstümüzdən əski etməsin. Bizə bu gözəl şəraiti yaratdığı üçün. Hər yeri görmək istəyərəm. Bir həftədir mən yuxu yatmıram. Oranın həsrəti ilə yaşayıram. Gedim görüm, biraz rahat olun. Bütün o şəhidlərə Allah rəhmət eləsin deyirəm. Qazilərimizə can sağlığı, Allah prezidentimizi qorusun. Xatırladaq ki, bu köç prosesi də daxil olmaqla ümumilikdə Ağdam rayonunun Sarıcalı kəndinə cəmi 149 ailə, yəni 609 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə cəmi 172 ailə, 811 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.